Əziz tamaşaçılar, Çağrı efirdədir. Xatırladıram ki, telefonlarımız 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Buyurun, mövzumuz ise uşaqlarda nevrozdur. Başqa mövzularda da şübhəsiz ki, suallarınız var. Buyurun, zəng vurun və suallarınızı bildirin. O ki, qaldı SMS-lərə. Sabahki mövzumuz şəkərli, diabet olduğu üçün elə o mövzuda da suallarınızı göndərə bilərsiniz. 69-74-də ünvanlaya bilərsiniz. Ulduz xanım, bayaq söhbətimiz sizdə qaldı, ona görə də bir... Bəli, xanım Düynüzova aid sual vermişdi. Yəni, bitkinə müalicəsi var, amma 5-6 ay. Bəzilər düzü tələsirlər, nə 1 aya, nə 2 aya bir nəticə yoxdur. Bir 6 aydan sonra... Bu xanım 3 ildir müalicə olunur, heç bir nəticə yoxdursa, 5-6 ay nədir ki onun? 5-6 ay bitkilər içməlidir, əlbəttə təcrübəli fitoterapevtlərin yanında. Çünki orada mütləq hormonlar da nəzərə almalıdır, zəhərlidir, zəhərlidir, onlar da nəzərə almalıdır. Lazım gələrsə, yəni həkimin verdiyi dərmanla birgə gedəcək müalicə. Əgər yox, ona bəzən ehtiyac olmur, tək də apara bilər müalicəni. Yəni 6 aydan sonra nailiyyət əldə edə bilər. Burada mütləq, yenə deyirəm, durnuşnikdən istifadə olunur, onun cövhərindən, yəni pitraq bitkisinin cövhərindən istifadə olunur, dəmirotu şirəsindən istifadə olunur, yenə hormonlara uyğun olaraq laminariya bitkisindən istifadə olunur, əgər onlarda zəhərli deyilsə və pitraq bitkisidir, at pitrağı bitkisidir, öksə otudur, qozun qabığıdır. Adicə ilə qozun qabığın qaynadıb içə də bilər. Yəni bir 300 qram qozun qabığın 1 litr suda 10 dəqiqə qaynatmaq lazımdır. Sonra onun üzərinə limonun yarpaqları, bu da çox xeyirlidir zob xəstəliklərinə, düyünlü zoblara. Bir 5-6 ədəd də limonun yarpağını həmin demək dəmləməyə atırlar və 1 saat gözlənir, 1 saatdan sonra süzüb gün ərzində daxilə qəbul etmək lazımdır. Sarımsaqdan çox istifadə etmək lazımdır, çox kömək edir. Yəni, müalicədə birgə aparılır. Artıq onda mastiopatiya da varsa, düyünlü zob da varsa, birgə müalicə aparıldıqda hər ikisinə nəticə əldə etmək olar. Təşəkkür ederim. Buyuruz. Mən ümumiyyətlə, Fikret müəllim, əlavə eləmək istəyərdim ki, istərsə də düyünlü zob, istərsə də diffuz zob. Ümumiyyətlə, bu xəstəliklərin 1-ci, 2-ci, hətta 3-cü stadiyalarında tam sağalma gedir. Çox təəssüflər olsun ki, bizim tamaşaçılarımız 1-ci növbədə cərraha müraciət edirlər və elə düşünürlər ki, əgər qalxana bənzər vəzidə nəsə bir dəyişikliyi varsa, mütləq o kəsilməlidir. Qalxana bənzər vəzinin bədəndə özünün çox böyük funksiyası vardır. Şübhəsiz. Əgər 1-ci, 2-ci, 3-cü etaplarda qalxana bənzər vəzi müalicəyə tabe olmursa, ondan sonra bəli, kəsilmədən söhbət gedə bilər. Mənim praktikamda çox təəssüf olsun ki, bu yaxınlarda 14 yaşında qızı mənim yanıma gətirmişdilər. Onun qalxana bənzər vəzisi artıq kəsilib. Siz təsəvvür eləyin ki, bu qızın gələcəyi haqqında nə demək olar? Daha heç nə. Prolaktin də bu dəqiqə 300-ə qalxıb. Nə demək olar? Artıq biz heç onu gələcəkdə ana da görə bilməyəcəyik. Çox təəssüflər olsun. Yəni, bizim millət belə şeyə diqqətli olsun və mən çox xahiş eləyərdim bütün tamaşaçılarımızdan ki, hormonlar yoxlanılmadan öz başına dərman atılmasın. Olmaz. Xüsusilə qalxana bənzər vəzinin hormon preparatları. Olmaz. Yəni ki, bu istiqamət düzgün tutularsa, mən bir mütəxəssis kimi deyirəm, mənim təcrübəmdə də olub, bu xəstəliklər tam sağalır. Təşəkkür ederim, çox sağ olun. Əslində qalanda biz həmişə deyirik, sağalmayan xəstəlik yoxdur, sağalmayan insan var. Və bu sağalmayan insanlar da 1-ci növbədə nədir? 1-ci növbədə çalışırlar ki, filan kəsdən filan şeyi eşitdim, gedirəm filan əməli eləməyə. Filan kəsdən filan kəs filan cür olmuşdu, mən də həmən əməli eləyəcəm, sağalacaq. Nəticə etibarının əslinə qalanda bu insanlar sağalmaq istəmir. Yəni, 1 manatlıq müalicəni 10 manata çevirib, sonra onu heç 10.000 manatla da sağalda bilmirlər. Mümkündür. Bu, bizim düzgün istiqamətdə olmamağımız, biraz özümüzə qarşı laqeyd münasibətimiz, biraz savadsızlığımız, yəni baxmayaraq ki, bugün elə bir əsrdəyik ki, biz çox kitab oxuyuruq, yəni nəsə eləyirik, televiziyalarda kifayət qədər informasiya var, bütün televiziyalarda demək olar ki, bu günləri tibbi verilişlər ən qədərdir. Açığın deyim ki, o qədərdir ki, mən hərdən çaşıb qalıram ki, bu qədərdir. Amma nəticə etibarına görürəm ki, yenə də savadsızlıq gedir. İnsanlar, yəni bu dərəcədə, məsələn, çox maraqlı bir sual, SMS göndərir mənə, yazır ki, zəhmət olmasa deyin, at pıtrağı adamı kökəldə bilərmi? Axı biz deməmişik ki, at pıtrağı kökəlmək üçündür.
Tutaq ki, demişik ki, bu kistalarda, virus xəstəliklərində, müxtəlif iltihabı proseslərdə at pıtrağı çox gözəl müalicə vasitəsidir. Amma hardan çıxartdınız ki, at pıtrağı həm də kökəlmək üçündür? Yəni, çox qəribə bir münasibət var insanlarda. Niyə? Çünki o adam eşidib ki, at pıtrağı, kimsə deyib ki, at pıtrağından içərsən, kökələcəksən. Bu da soruşur ki, at pıtrağı adamı kökəldər. Məətəl qalıram bunda. Üzür müəllim, buyuruz, biraz kənara çıxdım. O dərdli deyingən olar. Həkimimiz qeyd elədi ki, düzdür, mütləq zob xəstəliyində hormonlar yoxlanılmalıdır. Əgər yodun miqdarı çatışmırsa, bir resept mən deyim, deməli, öskü otu götürülür 200 qram, qozun ara kəsməsi götürülür 200 qram, çoban yazısığı götürülür 100 qram, bir də yemişan çiçəyi götürülür 100 qram. Yəni, bu dəmləmədən təxminən 2-3 ay içsin bu qarışıqdan. Bir də qeyd elədi ki, məndə mastopatiya var. Mastopatiya içində bir resept deyim. Deməli, çovdar unu götürülür 700 qram. Çovdar unu götürülür 700 qram. Öskü otunun unu, yəni öskü otunun özünü də alıb kafemolkada üyüdə bilər. 100 qram öskü otunun özü götürülür. 100 qram raziyana götürülür. 100 qram da dəmirov otu. Bu bitkilər bir qarışdırılır. Nəticədə 1 kiloqram alınır. Hamısını bir-birinə qarışdırır. Və bunu axşamlar sinə üzərinə qoyulur. Yəni, mastopatiya olan nahiyə qoyulur. Axşamlar qoyulur. Bu, təxminən 2-3 saat miqdarı müddətində qalır. Səhərə qədər də qala bilər. Problemi yoxdur. Səhər isə yaxşı olar ki, bu yuyulsun, təmizlənsin, propolis yaxılsın. Yəni, propolis təxminən götürülür 10 qram, 100 qram yağ qızdırılır, həll olunur və bu da yenə sinə üzərində yaxılır. Bundan istifadə edilir. Təşəkkür edirəm. Ümumiyyətlə, mastopatiyalardır, sonra digər qadınlarda xəstəliklərdir ki, bunların hamısında həkim nəzarəti mütləqdir. Həkim nəzarətində olmaq lazımdır. Xüsusən də mama ginekoloqların nəzarəti altında olmaq lazımdır. Amma, məsələn, tutaq ki, bayaq dediyimiz kimi dərman preparatı ilə müalicə aparılırsa, paralel olaraq bitki müalicəsi də aparıla bilər və bunlar heç biri bir-birinin əks göstərişi deyil. Əksinə, biri digərini tamamlayır. Məsələn, tutaq ki, bayaq adını çəkdiyim at pıtrağıdır, dəmirov otudur. Bu şirələrin özləri də mastopatiyalarda yaxşı kömək edir. Əsas odur ki, düzgün qəbul eləyəsən. Hətta dediyimiz o qozun ara kəsmələrinin spirtdə tinkturası özü də belə şeydə çox yaxşı kömək edir. Zobda yaxşı kömək edir. Sadəcə olaraq birinci növbədə fitoterapevtlə doğru, dürüst təmasda olmaq, vaxtı-vaxtında dərmanları qəbul eləmək və bütün bunların hamısı o zaman yaxşı nəticə verir. Bizim telefonumuz 510-0204 və 69-74 SMS ünvanımız açıqdır. Alo. Alo. Bəli. Salam əleykum. Əleykum əssalam. Mən hamını salamlayıram oradakiləri. Xanım, buyuruz. Mənim Fikri müəllim bir söz demək istəyirdim. Maye halında kista var məndə. Aha. Onu belə tülkü çarə edilən demək olar ki, nə etmək olar ki, o geçsində. Xanım, maye kista hardadır? Yumurtalıqda. Yumurtalıqda maye kista var. Ölçüsü nə qədərdir? Ölçülərini deyin zəhmət olmasa. 4,5 millik. Oldu, aydın oldu. Çox sağ olun. Neçə yaşınız var? 39. Təşəkkür edirəm. İkinci telefonu da qəbul edək, sualı sonra cavablandırarıq. Alo. Alo. Bəli. Salam Fikri müəllim. Əleykum əssalam xanım. Həkimlərimizi salamlayıram. Buyuruz xanım. Bağışlayın Fikri müəllim. Buyuruz. Mənim oğlum əskərdir. Aha. 3 aydır öskürəkdə keçmir. Ciyərlərini necə yoxlatdırmışıq onu. Heç nə yoxdur onda, təmizdir. Aha. Bilmirəm nəyə görə keçmir. Amma ciyər olmaya bilir də. Burada indi bronxlarla problemlər ola bilir. Bronxları bilirəm. Qlandalarla problemlər ola bilir. Ona görə də yəni mənşəli də ola bilir öskürək. Hətta mədənin özünün belə öskürək vermə qabiliyyəti var. Ona görə də Heç bəlğam olurmu? Bəli olur. Amma quru. Quru bəlğam olur. Aydın oldu. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm hər iki tamaşaçımıza təşəkkür edirəm. Xatırladıram ki, əvvəla kistalar haqqında biz dəfələrlə demişik. Bu orqanizmin müdafiə xüsusiyyətidir. Yəni belə deyək, tutaq ki, orqanizmdə virus düşəndə və yaxud da hər hansı bir iltihabi proses keçiriləndə o zaman tutaq ki, burada qlaflaşma gedir, su yığılma, su şəklində və s. şəkildə kistalaşma gedir. Bunun da əslində qalanda müalicəsi var. Çox çətin də deyil. Sadəcə olaraq vaxtında üstündə düşmək lazımdır. Düzgün müalicə aparmaq lazımdır. Mən istəyərdim ki, buyuruz, əgər əlavəniz varsa buyuruz, Tərana xanım. Kistalar ümumiyyətlə Fikri müəllim müalicə olunur.
sulu kistalar xüsusilə əgər müalicəyə tabe olmursa, onda artıq cərrahi əməliyyat olur. Cərrahi əməliyyat olur. Bəli. Ulduz xanım, buyurunuz. Yəni, o qədər də böyük deyil, müalicə oluna bilər. Yenə də orada mütləq nəzərə almaq lazımdır xanımda. Başqa vəziyyətlər nə cürdür? Yəni, menstruasiyanın sikli, qanaxmalar olub-olmaması, uşaqlıqda başqa vəziyyətlər, hamısı nəzərə alınmaqla xanım bitkilərdən istifadə etsə, sorula bilər. 2 ay müddətinə, 3 ay müddətinə fasilələrlə bitki müalicəsi götürsün. Bitki müalicəsi ilə yanaşı, eyni zamanda antioxidant dediyimiz, məsələn, dəmirotu şirəsindən, badyan cövhərindən istifadə etsin, bir də xüsusi pəhrizə fikir verməlidir. Yəni, sorulandır. Təşəkkür edirəm. Füzuli müəllim, buyurun. Deməli, kistalar üçün Herbaflora firmasında demək olar ki, tam olaraq müalicə üçün bütün dərman bitkiləri istehsal olunur. Resept deyim, yəni bu dediyim reseptdə apteklərimizdə satılır, alıb istifadə edə bilərlər. Öskə otu, qatır quyruğu, gülünbahar, çoban yastığı, boyuma dərəm və bir də qarğıdalı saçağı. Deməli, bunlardan bərabər miqdarda götürür. Yenə də bundan bir çay qaşığı, bir stəkan suda səhər, bir çay qaşığı, bir stəkan suda günorta və axşam olmaq şərtilə gündə 3 çay qaşığı dəmləyir, istifadə edir. Təxminən 1 ay, 2 ay müddətinə bundan istifadə edə bilər. Bir də bayaq dedi, öskürək üçün də var. Bizdə məsələn, bəlğəm gətirici çaylarımız var, içə bilər. Bəlğəm gətirici siropumuz var, onlardan da içə bilər. Bronxanat siropundan da içə bilər. Bir resept də deyim, bağayarpağı, andız, bir də biyan kökü. Bunlardan da götürülür. Burada andızı çox götürmək lazımdır. Təxminən 100 qram andız, 50 qram biyan kökü, 50 qram bağayarpağı götürüb dəmləsin. Həm bəlğəmin gətirməsini asanlaşdıracaq, həm infeksiya olacağı varsa, onu da məhv edəcək. Əgər bronxlarla bağlıdırsa, tiabronx da sizin çayınız var. Öskürək əleyhinə yığım var. Bütün bunların qeyd eləmək lazımdır. Sinə üçün yığıntı var nömrə 1, sinə üçün yığıntı nömrə 2. Bunlardan istifadə edə bilər. Keçibunuzun şərbəti bəkməzdir. Çox gözəl təsir edir, istifadə edə bilər. Xatırladıram ki, Herbaflora şirkətinin 180 adda məhsulları istehsal olunur ki, Azərbaycanın bütün regionlarında var. O cümlədən fitoklublarda da var belə məhsullar. Yəni, Herbaflora şirkətinin bütün məhsullarını həm fitoklublardan, həm də apteklərdən ala bilərsiniz. Həmçinin fitoklublarda demək, alacağınız məhsulları, Herbafloranın məhsullarını topdan satış qiymətini ala bilərsiniz. Bundan başqa, xatırladıram ki, 30 adda məhsul istehsal olunur ki, fitoklublarda, demək, bunlar şəkər üçün, şəkərli diabet üçün, ondan sonra iltihabı xəstəliklər üçün, qurd əleyhinə və digər məcunlar və salatlar hazırlanır ki, 30 adda məhsul hazırlanır. Bundan gedib fitoklublarda ala bilərsiniz, yeyə bilərsiniz. Belə ki, fitoklublar bu gün öz çeşidini genişləndirib, fitoklublarda bu günləri artıq masaj proseslərdə aparılmaq olar, yəni gedib masaj olunmaq olar, xüsusi avadanlıqlar da gətirilib. Yəni, fitoklublarda sağlamlıq üçün, sağlamlığa xidmət edən hər bir şərait yaradılıb və hər bir şəraitdən də elə maksimum istifadə eləmək lazımdır. Mən məsləhət görürəm, ona görə də telefonları xatırladıram. 012-561-8501, 012-492-2346 və Bənövşə Yaşıl Aptekinin nəzdində olan fitoklubun nömrəsini dedim. İndi Bənövşə Yaşıl Aptekinin də nömrəsi 492-2953. Xatırladıram ki, Herbaflora şirkətinin bütün məhsulları bütün apteklərdə var. Fitoklublardan isə topdan satış qiymətinə onları ala bilərsiniz. Bizim bronxlarla bağlı istəyərdim o suala da cavablandarsın. Əgər əskər balamızın orada imkanı varsa, o bitkiləri dəmləsin, içsin, həmin bitkilərdən istifadə etsin. Yəni, bayaqları Füzuli həkim dediyi. Yox, əgər imkanı yoxdursa, onda bizim aptekə zəng vursun. Mən ona indi efirdə demək düzgün deyil. Siropun adını deyərəm, hazır siropların. Ondan anası alsın, göndərsin, uşaq orada içsin. Yəni, bitkilərdən hazırlanmış hazır siroplardır. Bronxlara görə çox gözəl də təsir göstərir. Ondan göndərsin, uşaq içsin. Bir ay heç olmasa içsin ki, onda qalıq qalmasın da. Təşəkkür edirəm. Bir də ki, elə əskərdə orada yəqin ki, kisellər var. Elə yaxşı olar ki, kisellərdən istifadə eləsin. Kisellər bronxları yumuşaldır və bəlğəmin çıxmağına səbəb olur. Yaxşı olar ki, raziyanadan istifadə eləsin. Bəlğəm gətirici kimi adı heyvanın, tutaq ki, indi heyva var, heyva yetişib. Heyvanın ortasını, yəni toxumlarını yığsın. Bir neçə heyvanın toxumlarını yığandan sonra axşamdan qaynar suya qoyur onu. Onlar həlim şəklinə düşür. Bax, o həlimdən də gündə bir neçə dəfə imkan dairəsində içsin. Çox yaxşı təsir göstərəcək. Bundan başqa Çin raziyanası, badyan deyilən bir şey var. Ondan da istifadə edə bilər. Bu da elə apteklərdə soruşsa bu bitkidən ala bilər. O bazarlarda olur. Hə, bazarlarda da ola bilər bəlkə də. Çox biraz spesifik iyi var. Amma
çox yaxşı təsir göstərir. Qısa müddətə yaxşı təsir göstərə bilir. Belə əziz tamaşaçılar, bizim telefonumuz 510-0204-69-74, SMS ünvanımız açıqdır. Alo. Alo. Bəli. Salam, əleykum. Əleykum əssalam. Mənim sualım həkimlərədir. Yəni, mənim 5 yaşım var. Məndə yaşlanma gedir. Dərimdə həm kesiklər var, həm nöqtələr var. Yəni ki, çox əziyyət çəkirəm. Yəni, çox xahiş edirəm, mənə çarə deyin. Çox xahiş edirəm. Sizdə yəni tez qocalma prosesi sürətlə gedir demək yaşlanma gedir. 36 yaşım var. 36 yəni, çox yaş. müalicə olunmuşam, yəni həkimlərə çox gedmişəm. Yəni, təsir edən... Bir dəqiqə xanım, vaxtımızı nəzərə alın. Siz müalicəni nədən götürmüsünüz? Bu yaşlanmaya qarşı yoxsa nə? Yəni, məndə üzümdə ləkələr də var. Aha. Yəni, uşaqdan sonra əmələ gəlib. Yəni, ona qarşı bütün müalicə olundum, ödümdən, qaracigərimdən. Yəni, bütün içalatım... Oldu xanım, vaxtımızı nəzərə alasınız, xahiş edirəm. Veriliş canlıdır, bizim də vaxtımız çox məhduddur. Çox xahiş edirəm, yəni mənə çarə deyin. Oldu. Biz reklamlara ayrılırıq. Təəssüf olsun ki, reklamların vaxtı